İbrahimova Qızılgül Mətləb qızı, Ağdam sakini, cənab prezident. Müraciətim sizədir. Bir Azərbaycan xanımı kimi, bir vətəndaş kimi Rövşən Rızayevdən şikayətim var. Rövşən Rızayev, dəfələrlə sizə məktub yollamışam. Dəfələrlə qaynar xəttinizə düşmüşəm. Yevlax 2 il bundan öncə Yevlax şəhərində sizin görüşdə olmuşam. Ərizə də vermişəm, müraciət eləmişəm. Şıxaq qəsəbəsində mənə müvəqqəti yaşayış yeri verəsiniz. Vəziyyətim pisdir. Qalmağa yerim yoxdur. Çox vəziyyətim acınacaqlıdır. Harda yaşayım? 3 ay birinin evində qallam çıxardırlar. 3 ay bir evi də qallam çıxardırlar. Çünki pulu verə bilmirəm. 2 övladım var. Biri əskərliyin vurub başa gəlibdir. Biri hal-hazırda hərbi xidmətdədir. Böyük oğlum işsizdir. Dolanmamız çox çətindir. Çox pis vəziyyətdə yaşayıram. Rövşən Rızayev, niyə məni evlə təmin eləmirsiniz? Dəfələrlə sizə müraciət eləmişəm. Məktublar yollamışam. Qaynar xəttinizə düşmüşəm. Baxılmır mənim evimə. Məni evlə təmin eləmirsiniz. Niyə? Elə bir insanlara evlər verirsiniz ki, hər şey də var. Mənim kimi kasıflar, mənim kimi dolanışığı çətin olan insanlar qalıb ortada. Harada yaşayayım? Kimin yanında yaşayayım? Kimin küncündə yaşayayım? Rövşən Rızayev, niyə məni evlə təmin eləmirsiniz? 2 evladla ortada qalmışam. Mən bugünkü günü əskərimin yanına gedə bilmirəm. İmkanım yoxdur. Rövşən Rızayev, cənab prezident, sizdən xahiş edirəm. Məni evlə təmin edəsiniz. Vəziyyətim çox pisdir. Xahiş edirəm sizdən. Gəlin çəkiliş eləyin. Yaşadığım yeri çəkiliş eləyin. Hal-hazırda Ağdara rayon Aşağı Ortaq kəndində qeydiyyata durmuşam evlə bağlı. Heç bir evlə məni təmin etmirlər. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah kömək olsun. Veteranlarımıza Allah kömək olsun. Əskərlərimizə Allah qorusun. Cənab prezident, başda siz olmaq şərti ilə. Sizlərin sayəsində, şəhidlərimizin sayəsində bugünkü günü Ağdara rayonunda işğaldan olmuş torpaqlarımızda işləyirik, çörəyimizi qazanırıq. Xahiş edirəm, cənab prezident. Məni evlə təmin etməyinizə köməklik edərsiniz. Bir ana kimi, bir vətəndaş kimi, bir xanım kimi, bir əskər anası kimi. Xahiş edirəm sizdən. Mənə dəstək olun. Çox pis vəziyyətdə yaşayıram. Tərtər rayonunda yaşayıram. Hacı Aslanov küçəsində qalıram. Çəkiliş eləyin. Müraciət edirəm, Rövşən Rızayev. Mənim imkanım yoxdur ki, mənə ev verilmir. Mənim də imkanım olsa bəziləri kimi, mən də evlər alaram, pulla yaşayaram. Kasıbam, yoxumdur. Neyniyim? Harada yaşayayım? Müraciətimə baxmırsınız, Rövşən Rızayev. Niyə baxmırsınız? Harada qalım? Mən də sizin vətəndaşınızam. Mən də bir anayam. 2 övlad anasıyam. Dolana bilmirəm. Pisdir vəziyyətim. Dəfələrlə sizə müraciət edirəm, mənim müraciətimə baxmırsınız. Kasıbam da, baxamazsınız. Şikayətim sizdəndir, Rövşən Rızayev. Heç bir halda məni evlə təmin etmirsiniz. Heç bir halda mənə köməklik eləmirsiniz. Çəkiliş eləyin, müraciətim sizədir, cənab prezident. Sizdən xahiş edirəm, məni evlə təmin edəsiniz. Hal-hazırda vəziyyətim çox pisdir. Çox acınacaqlı vəziyyətdə yaşayıram. Müraciətim sizədir, cənab prezident. Məni evlə təmin edin.